Drozofil milçəyinin bir nüvəli somatik hüceyrəsində profaza, metafaza, anafaza mərhələsinin sonunda olan xromosomların cəmini soruşur. Biz bilirik ki, drozofil milçəyində 2n bərabərdir 8 xromosom olur. Tamam, profaza mərhələsində xromosom saylarını bilirik. Əvvəli və sonu interfazanda keçmişik və profazanda demişdik. Və burada xromosom sayı olurdu 2n, 4c-də xromatid olur. Sonra profaza mərhələsinin altında göstərirəm, profaza mərhələsi. Sonra gəlirdi metafaza mərhələsi. Metafazda da eyni qaydada 2n, 4c şəklində xromosom olurdu. Bu metafaza mərhələsi olsun. Anafazanın da sonu deyirsə əgər, anafaza mərhələsi də olurdu. Və bu da yenə olurdu artıq 4n, 4c olur. Çünki burada xromosomlar 2-yə ayrılırdı. Və drozofil milçəyinin somatik hüceyrəsi dediyi üçün biz mitoz bölünməyə məruz qoyuruq bunu. Niyə? Çünki somatik hüceyrədə mitoz bölünməyə rast gəlinirdi bir nüvəli hüceyrəsində. Və biz bir xromosom yazsaq bura. Məsəl üçün drozofildə 8 dənə xromosom var. 2n 8 idi. Burada da 8 xromosom olacaq çünki 2n'dir. Artıq burada 8-i bu qütbdə olacaq, 8-i bu qütbdə olacaqdır. Və bizə bu xromosomların cəmini soruşur. Cəmini soruşursa 4 dəfə 8-in tapa bilərik. 32 ədəd olacaqdır xromosom sayı bu 3 hüceyrənin sonunda.